Hörmətli həmkarlar, əziz dostlar, biz bu günləri çox maraqlı bir müzakirə etmək istəyirik. Müzakirəmizin mövzusu ADA Universitetində keçirilən beynəlxalq konfransdır və beynəlxalq konfransda hörmətli cənab prezidentin çıxışıdır. Təxminən 44 ölkədən 80-ə yaxın ekspert, beyin mərkəzlərin təhlilçiləri və araşdırmaçıları bu konfransda iştirak etdilər və təxminən 3 saata yaxın cənab prezidentlə çox səmimi bir söhbət, müzakirə oldu və orada bu ekspertlərin suallarına cənab prezident cavab verdi. Mən istərdim bu günləri biz bu diskussiyanı hörmətli həmkarlarla davam edək. İlk öncə mən parlamentin deputatı, komitə sədri Əli müəllimə söz vermək istəyirəm, Əli Hüseynli. Bu müzakirədə çoxlu beynəlxalq təşkilatlar haqqında da danışıldı və Azərbaycanın beynəlxalq institutlarla əlaqələri haqqında danışıldı. Sizin fikirlərinizi bilmək istərdik bu barədə. Çox sağ olun Fariz müəllim. Həqiqətən sadəcə 7-ci olan bu forum növbəti dəfə çox maraqlı alındı. Həm forumun iştirakçıları, onların sayı tərkibi və dünya mediasında forumun araşdırılması bir daha göstərdi ki, bu foruma nə qədər maraq var. Şəxsən çox qürur vericidir ki, cənab prezidentin fikirləri, açıqlamaları, verdiyi proqnozları hamısı zaman-zaman özünü doğrultduğuna görə bugün bütün dünya mediası onunla maraqlanır və deyərdim ki, bir tək regionla bağlı yox, dünyada baş verən proseslərlə bağlı Prezident İlham Əliyevin açıqlamaları, verdiyi proqnozlar hər kəsi maraqlandırır. Qürur verici hal odur ki, cənab prezident bir tək dövlət başçısı kimi çıxış eləmir. O hesab edirəm ki, bugün bu dövrdə, müasir dövrdə dünyanın ən güclü analitikidir. Böyük institutlar mövcuddur, müxtəlif, onlar araşdırmalar aparırlar, proqnozlar verirlər. Bir çox proqnozlar özünü doğrultmur, amma Prezident İlham Əliyevin verdiyi proqnozlar özünü doğruldur. Bizim üçün, hüquq ictimaiyyəti üçün isə, eyni zamanda parlament üzvləri üçün isə Azərbaycan-Avropa Şurası münasibətləri bağlı Prezident İlham Əliyevin açıqlamaları çox maraqlı idi. Həm də ona görə ki, Prezident İlham Əliyev zamanında deputat kimi fəaliyyət göstərərkən Azərbaycan-Avropa Şurası nümayəndəliyyətinin rəhbəri olmuşdur. O nümayəndəliyyətin tərkibində bizim bir sıra həmkarlarımız olub, o cümlədən mən də o nümayəndəliyyətin tərkibində olmuşam və Ulu Öndər özü ilk dəfə Strasburqda açılış nitqini etmişdi. Avropa Şurası, Azərbaycan əlaqələrindən bağlı çox dəyərli fikirlərini söyləmişdi. Sonra nümayəndə heyəti fəaliyyətə başlayanda öz təəssüratlarımı bölüşmək istəyirəm ki, Prezident İlham Əliyev üçün, bizim üçün bu çox yeni bir hal idi və bir sıra bəlkə də illüziyalarımız var idi. Qanun aliyi, demokratiya, insan hüquqlarına dəyər verən bir təşkilatdayıq və hüquqları pozulmuş Azərbaycan xalqının hüquqlarının müdafiəsi də bu təşkilatda olacaq. Amma çox zaman ikili standartlar gördük. O zaman İlham Əliyev sanki bu prosesi artıq dəfələrlə görmüş kimi idi. Və o dərhal qarşıya məqsədlər qoydu ki, Azərbaycan nümayəndə heyəti nəyə nail olmalıdır və müəyyən bir dövrdən sonra məhz Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən, yəni digər dövlət tərəfindən işğalı ilə bağlı məlum qətnamə qəbul olundu. O müzakirələr zamanı xatırlayıram ki, cəhdlər ondan ibarət idi ki, güya keçmiş Dağlıq Qarabağın erməniləri işğal edib, yəni Ermənistan yox, amma o zaman İlham Əliyevin səyləri, təkidi, peşəkarlığı nəticəsində ətrafa topladığı dostların dəstəyi ilə biz bu qərarın qəbul olunmasına nail olduq. Demək istəyirəm ki, biz o dövrdə ilk günlərdən ikili standartları gördük və hesab edirəm ki, cənab prezidentin indi Avropa Şurası, Avropa Məhkəməsi ilə bağlı, bizim əməkdaşlıqla bağlı söylədiyi fikirlər də ədalətlidir, aktualdır və növbəti mərhələdə bu barədə fikirlərimdə davam etdirəcəm. Çox sağ olun, Əli müəllim, çox maraqlı təcrübə ilə bölüşdünüz. Doğrudan da cənab prezident Avropa Şurası ilə, Avropa İttifaqı ilə məsələlərə aydınlıq gətirdi və Azərbaycanın xarici siyasətinin prioritetlərini bir daha vurğuladı. Elman müəllim, mən sözü sizə vermək istəyirəm. Siz də xarici siyasətlə bağlı tez-tez diskussiyalarda iştirak edirsiniz. Bu forumda, ADA Universitetində keçirilən forumda əsas məqamlar hansılar sizin diqqətinizi cəlb elədi? Bəli, hörmətli Fariz müəllim, haqlısınız və artıq sayca 7-ci dəfə keçirilən ADA Universitetində keçirilən bu beynəlxalq forumda cənab prezidentin çıxışında bir sıra strateji əhəmiyyətli, fundamental məsələlər diqqət mərkəzində saxlanıldı və elə tədbiri açarkən də
hörmətli Hafiz müəllim Paşayev cənab prezidenti təqdim edərkən söylər ki, dünyanın ən təcrübəli liderlərindən biri. Yəni bu sözün birisi çox böyük mənası var. Həqiqətən də bugünkü dünyamızda bəlkə də bu qədər mürəkkəbliyinin və bu qədər qarşılığının və dünyamızın bu qədər bəlkə də ədalətsizliyin kökündə dayanan çoxsaylı səbəblərdən birincisi bəlkə də dünyada qlobal lider defisitinin kəsrinin olması ilə bağlıdır. Və bu reallıq fonunda doğrudan da Azərbaycan dövləti elə də böyük dövlət deyil. Amma elə cənab prezidentin təbirincə desək, Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil, amma onun sözünün mənası və çəkisi böyükdür. Amma dövlətimizin başçısı o qədər təvazökar insandır ki, söyləmir ki, dövlətin böyüklüyü, sözünün böyüklüyü əslində onun misilsiz fəaliyyəti ilə bağlıdır. Və cənab prezidentin hər bir sözünə beynəlxalq aləmdə çox böyük diqqətlə yanaşırlar. İndi hörmətli müəllim söylədi ki, cənab prezident çox güclü, deməli, analitik qabiliyyətə və proqnozlara da həyatda öz təsdiqini tapır. Elə bu fikrə dəstək olaraq söyləyim ki, dünyanın nə qədər siyasi institutları, nə qədər beyin mərkəzləri, analitik mərkəzləri hesablamalar aparırdılar ki, 2024-cü ildə keçirilən Birləşmiş Ştatlar 5 noyabr prezident seçkilərində kim qalib gələcək? Heç kim dəqiq mövqe ifadə edə bilmirdi. Amma Azərbaycan prezidenti Cənab İlham Əliyev Şuşada yay ayında keçirilən ikinci beynəlxalq media forumunda demək olar ki, yeganə dünya miqyasında şəxs oldu ki, açıq mətinləndirdi, Trumpın qalib gəlmə şansını çox yüksək qiymətləndirdi və əslində onun qalib gəlmə anonsunu verdi. Həqiqətən də bu fikir öz təsdiqini tapdı və mən çıxışımda belə bir ifadə işlətdim ki, Azərbaycan dünyada sözünün məna və çəkisi böyükdür. Bu fikrin təsdiqi kimi dövlətimizin başçısı məlum forumda belə bir məqama diqqəti cəlb etdi ki, bu günləri bizim strateji müttəfiqimiz olan, bizim hərbi müttəfiqimiz olan Türkiyə ilə bizim üçün dost dövlət olan İsrail arasında münasibətlər çox gərgindir və bu əslində iki ölkənin də problemi deyil. Bu gərginlik regional təhlükəsizliyə çox mənfi təsir göstərir. Və cənab prezident qeyd edir ki, yaxın keçmişimizdə bu artıq ikinci dəfədir ki, belə çox ciddi qarşıdurma mühitidir və dedi Azərbaycan dövləti bu iki bizim üçün son dərəcə xüsusi çəkiyə malik olan dövlət arasındakı bu anlaşılmazlığın, bu gərginliyin aradan qaldırılmasına töhfə verdi. Yəni Azərbaycanın çox ciddi vasitəçiliyi oldu ki, bu problem öz əlini tapdı. Və eyni zamanda onu da söylədi ki, indiki situasiyada da biz Türkiyə və İsrail arasında yaranmış bu gərginliyin aradan qaldırılmasında biz maraqlı tərəfik və bu istiqamətdə biz öz fəaliyyətimizi göstərik və bu tədbirin ardınca həm də o məlum oldu ki, həm Türkiyənin, həm də ki, İsrailin xüsusi xidmət orqanlarının Azərbaycanda görüş keçirildi və bu artıq o deməkdir ki, cənab prezidentin dediyi hər bir ifadə, hər bir mövqe konkret əməli işlə öz təsdiqini tapır. Çox maraqlı doğrudan məqamdır və Azərbaycan bir neçə ölkələr arasında vasitəçilik edib və regional sülhə öz töhfəsini verir. Hörmətli Jalə xanım, mən sözü sizə vermək istəyirəm. Prezidentin çıxışlarında və dediyi məqamlarda sülh prosesi də çox böyük bir yer tutdu və siz də öz çıxışlarınızda bu məsələyə aydınlıq gətirirsiniz Milli Məclisdə. İstərdik sizin fikrinizi öyrənək. Sülh prosesi hardadır və hansı nəticələr gözləyə bilərik? Təşəkkür edirəm. İcazənizlə mən bir neçə kəlmə ümumiyyətlə bu toplantının yeni dünya nizamına doğru ADA Universitetində keçirilən və artıq məndən əvvəl də söylənildi və geniş ictimaiyyətə də bəllidir ki, artıq bu toplantı ard-arda 7-ci dəfədir ki, Azərbaycanda keçirilir və dünyanın çox nüfuzlu ekspertlərinin iştirakı ilə keçirilir bu tədbir və əhəmiyyətli edən bu tədbiri həm də cəhətlərdən biri də budur ki, bu ekspertlər Azərbaycan həqiqətlərini, Azərbaycan ədalətini birbaşa öz gözləri ilə görə bilirlər və Azərbaycanın həm 30 ildən artıq işğalı dövründə, həm 44 günlük müharibəsi dövründə, 44 gündən sonra keçən 5 il ərzindəki quruculuq dövründə əldə etdiklərini, deyək ki, 30 il ərzində itirdiklərini və daha sonra bu 5 ilin ərzində əldə etdiyimiz böyük nailiyyətləri, inkişafı öz gözləri ilə görə bilirlər və qonaqlar Qarabağa səfər etdilər, Xankəndinə səfər etdilər və əlbəttə ki, buradakı nəhəq quruculuq işləri
özlərini bir daha gördülər və müqayisə etmək imkanı əldə etdilər. Qonşu deməli ölkə tərəfindən, respublika tərəfindən havadarları vasitəsilə tamamilə yerlə yeksan edilmiş, yox olmuş demək bir yaşayış deməli sahəsi, böyük torpaqlarımız qısa bir müddət ərzində dirçəldilib və yenidən biz Qarabağımıza öz nüfuzunu, öz adını, öz simasını qaytarırıq və bütün bunları biz tək başına edirik. Müharibəmizi tək başına apardığımız kimi quruculuğumuzu da tək başına həyata keçirdirik və bütün bunları onlar gözləri ilə gördülər. Əlbəttə ki, haqqında danışdığımız ADA Universitetindəki toplantı bugün həqiqətən də dünyanın gündəliyindədir, dünyanın maraq çərçivəsindədir. Məndən əvvəl də hörmətli həmkarlarım qeyd etdilər. Bu toplantını ildən ilə daha da maraqlı edən hər bir toplantısında hər il ölkə prezidenti cənab İlham Əliyevin çox əhəmiyyətli mesajlarıdır bu toplantıda və bu mesajların hər birinin arxasında əlbəttə ki, Azərbaycanın gücü dayanır, Azərbaycanın dönməz mövqeyi dayanır və bütün dünya Azərbaycanın tək mövqedən çıxış etdiyini və bu prinsiplərin dəyişməz olduğunu, heç bir xarici təsirin, heç bir qüvvənin Azərbaycanı öz doğru yoluna döndərə bilməyəcəyini bir daha görür. Bəli, cənab prezident çox əhəmiyyətli məqamlara toxundu. Verilən suallara, nüfuzlu ekspertlərin verdiyi suallara çox ətraflı cavab verdi. Burada Azərbaycan-Suriya münasibətləri, Azərbaycan-İran münasibətləri, Azərbaycan-ABŞ münasibətləri, Azərbaycan-Avropa İttifaqı ilə münasibətləri, Azərbaycanın Şimali Kipra olan münasibəti və s. məsələlər əlbəttə ki, çox açıq bir şəkildə öz əksini tapdı və sizin sualınıza gəlirəm, xüsusilə də deməli müharibədən sonra sülh müqaviləsinin yubadılması və sülh sazişinin imzalanması istiqamətində atılan addımlara toxundu cənab prezident və birmənalı olaraq qeyd etdi ki, Azərbaycan tərəfindən bu müqavilənin, bu sazişin imzalanması üçün heç bir maneə yoxdur, heç bir əngəl yoxdur. Biz qalib ölkəyik. Biz öz sözümüzü demiş ölkəyik və müharibədən dərhal sonra biz Ermənistana sülh sazişi imzalaması üçün müraciət etdik, öz təklifimizi irəli sürdük. Lakin təəssüflər olsun ki, prezidentimizin də dəfələrlə qeyd etdiyi kimi və toplantıda da bir daha ana xətt olaraq önə çəkdiyi kimi, təəssüflər olsun ki, qarşı tərəf öz, belə deyək ki, bugünə qədər diktəsi ilə oturub durduğu tərəflərin, qüvvələrin yenə də diktəsi ilə bu sülh müqaviləsini imzalamaqdan qaçır. Bir zamanlar 30 il ərzində sülh danışıqları masası arxasında məqsədi şəkildə oturmadığı kimi, indi də sülh sazişini imzalamaqdan qaçır. Amma prezidentin də söylədiyi kimi, burada Azərbaycanın itirəcəyi heç bir şey yoxdur. Bu müqavilənin imzalanması birinci növbədə Ermənistanın özünə, onun xalqına gərəklidir və özünün də söylədiyi kimi cənab prezidentin, yəni artıq top Ermənistan tərəfindədir, artıq qərar Ermənistan tərəfindədir və əldə edilən sülhün, hal-hazırki sabitliyin qalıcı olması üçün bu sülh sazişinə əlbəttə ki, sadəcə Ermənistanın deyil, bütövlükdə bölgənin böyük bir ehtiyacı var. Çünki şərait, görünənlər və hər gün deyək ki, baş verənlər onu deməyə əsas verir ki, biz sonuna qədər Ermənistana və onu dəstəkləyənlərə arxayın ola bilmərik və hər an, hər bir zaman, hər hansı bir deyək ki, force major vəziyyətinə hazır olmalıyıq. Təşəkkür edirəm Jülaylə xanım. Doğrudan çox ətraflı siz şərh verdiniz və cənab prezident orada hətta şərtlərimizi də aydın şəkildə göstərdi. Bu Minsk qrupunun bağlanması və eyni zamanda Ermənistanda konstitusiya referendumunun keçirilməsi, hansı ki mütləq bu olmalıdır və Azərbaycana və qonşu ölkələrə ərazi iddialar aradan qaldırılmalıdır.